Deməli uşaqlar, bir daha salam. Biz baxırıq indi ölçü vahidlərinə. Ölçü vahidləri dərsinə başlayanda ilk öncə biz öyrənməliyik. Ən kiçik ölçü vahidi. Ən kiçik, Bit. ən kiçik ölçü vahidi. Aha. Deyirik ən kiçik ölçü vahidi nədir? Bitdir. Düzdür? Ən kiçik ölçü vahidimiz bitdir. Bit, binari digit sözündən götürülüb. Bit sözü binari digit sözündən götürülüb. Yəni, buradan da qeyd edeyim biti. Bit nə deməkdir? Bəs ikili kod və yaxud da ikili rəqəm deməlidir. Yəni bu sıfırdır, bu da birdir. Yəni bit iki simvolun birləşməsindən yaranıb, yəni sıfır və birdir. Deməli, məsələn, mən deyirəm 1, 0, 1, 0, 1. Mən deyirəm ki, uşaqlar, burada neçə bit var? Mən 5. bəli, sayırıq 1, 5. 2, 3, 4, 5. Deyirik ki, burada 5 bit olmuş oldu. Məsələn, deyirəm 1, 0, 0, 1, 1, 0, 1. Deyirəm, burada neçə bit var? 7 bit. Aha, bəs 7 bit var burada. Mən deyirəm ki, bura 1 də atıram. Burada neçə bit var? 8 bit. Aha, bu Bit 8 var. bit. Bəli, dedi ki, burada 8 bitimiz var. Və uşaqlar, bu 8 bit birlikdə birləşir. Bizim üçün 1 baytı yaratmış olur. 1 baytı yaratmış oldu. Aydındır? Yəni 8 dənə bitin, 8 dənə 0 və 1-in birləşməsi bizim üçün 1 baytı yaratmış olur. Aydındır? Bəli. Biz dedik ki, biz burada qeyd etdik ki, ən kiçik ölçü vahidi bitdir. Düzdür? Ən kiçik ölçü vahidi dedik, bitdi. Amma testlərdə soruşsa ki, əsas ölçü vahidi nədir bəs? Əsas ölçü vahidimiz Əsas ölçü vahidimiz isə bayt olmuş olur. Aydındır? Baxın, ən kiçik ölçü vahidi sualı ilə əsas ölçü vahidin qarışıq salmayın. Dedik, ən kiçik ölçü vahidimiz bitdir. Əsas ölçü vahidimiz isə baytdır. Aydındır bu hissədə uşaqlar? Bəli. Aha. Gəlin indi baxaq çevrilmələrə. Deyirik ki, bizim ən kiçik ölçü vahidimiz nə oldu? Bit oldu, düzdür? Ben bunu biraz aşağıdan yazayım ki. Aha. Dedi en kiçik ölçü vahidimiz oldu bit. Daha sonra dedi bitdən sonra nə gəldi? 8 dənə bit birləşdi. Nəyi əmələ gətirdi? Baytı əmələ gətirdi. Düzdür? Baytdan sonra bir vahid böyük olan Byte. ölçü vahidimiz kilobaytdır. Kilobayt. Daha sonra gəlir kilobaytdan 1 kilobayt yığışır, 1 megabayt yaratmış olur. Megabayt. Daha sonra megabayt birləşir, yəni 1024 dənə megabayt birləşir. Bunları üzərinə qeyd eləyəcəm. Bizdə yaratmış olur gigabayt və 1024, yəni 210 qədər də informasiya birləşir. Daha doğrusu gigabaytlar birləşir. Bizdə yaratmış olur terabaytı. Terabaytı yaratmış olur. Deməli, bunu gəlin hələ tebayt kimi yazım ki, e, kısa kısa yazın. Bunu da kısa yazaq. Aha. Terabayt yaratmış olur. Bizdə ən kiçik ölçü vahidi bit oldu. Daha sonra bayt, kilobayt, megabayt, gigabayt, terabayt. İndi mən sizə uşaqlar iki üstüləri yazdıracağım və onların hər birini əzbərləyəcəksiniz. Zəhmət olmasa bunu dəftərinizə qeyd edin. 2 üstü 0, 2 üstü 0. Həmişə 1 olur. 2 üstü 0 həmişə bizə 1-i qaytarmış olur. Daha sonra 2 üstü 1 bizə 2-ni qaytarmış olacaq. Daha sonra 2 üstü 2 bizə 4-ü qaytarmış olur. Yəni deyirik 2-nin kvadratı 2 üstü 2 bizə 4 vermiş olur. Daha sonra gəlir 2 üstü 3 8. Yəni 2-ni 3 dəfə öz-özünə vursaq 8 yaratmış olacaq. Daha sonra 2 üstü 4 bərabərdir 16. 2 üstü 5
bizə verəcək 32-ni. 2 üstü 6 bizə verəcək 64-ü. 2 üstü 7 bizə vermiş olacaq 128-i. 2 üstü 8 bizə verəcək 256-nı. 2 üstü 9 bizə verilmiş olacaq 512-ni. Daha sonra gəlir 2 üstü 10. 2 üstü 10 bizə verəcək 1024'ü. Daha sonra 2 üstü 11 bizə verəcək 2048'i. Baxın, bunlar sizə lazım olacaq. Bunların hər birini əzbərləyirsiniz. Daha sonra 2 üstü 12 bizə verəcək 4096'nı. 2 üstü 13 bizə verəcək 8192'ni. 3 üstü 14. 2 üstü 14 de bizə verəcək 16384'ü. 2 üstü 15 32768'i. Yəni 215-dən çox istifadə olunmur. Əsas 2 üstü 13, bir də 2 üstü 16 bizə lazım olur. Amma hər ehtimalı 14-dən 15-i də əzbərləyə bilərsiniz. Daha sonra deyirik 2 üstü 16 isə bizə verir 65536'nı. Bunların hər birini ya istəsəz indi yaza bilərsiniz və yaxud da dərsin kaydını göndərəcəm, oradan da baxıb yaza bilərsiniz. İndi uşaqlar, baxırıq diqqətlə dərsimizə. Deyirik ki, bu 2 üstü 0, məsələn 2 üstü 1, yəni bunların hər birini yazdıqsa, baxırıq indi bu hissəyə. Deyirəm ki, 2 üstü 3, məsəl üçün, bunu indi dərsimizə izah eləyəcəm. Sadəcə vurmanı, bölməni indi sizə izah eləmiş oluram. Deyirəm 2 üstü 3 vurulsun 2 üstü 10. Əgər iki ədəd bir-birinə vurulursa, 2 üstü 3'ü 2 üstü 10'a vururamsa, üstlər toplanmış olur. Aydındır? Mən bu 2 üstü, Bəli. 2 üstü 10'u bir-birinə vururamsa, 2 olduğu kimi qalacaq. Sadəcə üstlər toplanmış olacaq. 3'ün üstünə 10 gələcəm, eləcək 2 üstü 13. Məsələn, deyirəm 2 üstü 5 vurulsun 2 üstü 6. Burada necə olacaq? 2 olduğu kimi qalacaq. 5 ilə 6'nı toplayacağım, eləcək 2 üstü 11. Daha sonra gəlin baxaq indi bölməyə. Bəs desəm ki 2 üstü 10, Şamxal qaqa görüntüsünü açıqlayır. desəm ki 2 üstü 10 bölünsün 2 üstü 3. 2 üstü 10'u mən 2 üstü 3'ə böləndə isə üstlər çıxılmış olacaq. Yenə 2 olduğu kimi qalır. Vurmada dedik üstlər toplanır. Bölmədə isə üstlər çıxılmış olacaq. 10 ilə 3'ü çıxacağım, qalacaq 2 üstü 7. Aydındır uşaqlar. Bəli. Məsəl üçün, gəlin birini də bölmədən yazaq. Deyirəm 2 üstü 8 bölünsün 2 üstü 5. Burada cavab neçə qalacaq? 200'dür. 2 üstü Bəli. 3. Bəli, 2 üstü 3 almış olacaq. Niyə? Çünki bölmədə deyirdi ki, üstlər çıxılır. Vurmada isə üstlər toplanmış olur. Aydındır bu hissə. Bəli. Uşaqlar, mən yazıram. Kiminsə baxın sualı olanda çəkinmədən versin. Gəlin indi baxaq. Aha. Deməli, biz dedik ki, 8 dənə bit birləşir, bir baytı yaradır. Düzdür? Deməli, bitlə baytın arasında 8 dənə məsafə var. Yəni 8 də biz necə adlandırmışdıq? 2 üstü 3. Yəni deyirik ki, bitlə baytın arasında 2 üstü 3 qədər məsafə var. Aydındır bu hissə. Baxın, bitlə baytın arasında dedik 8 bit birləşdi, bir baytı yaratdı. İndi deyirəm ki, bitlə baytın arasında da 2 üstü 3 qədər məsafə var. Daha sonra baytdan isə terabayta kimi hər birinin arasındakı məsafə 2 üstü 10'dur. 2 üstü 10 qədər məsafə var. Yəni 2 üstü 10 bayt birləşir, kilobayt yaratmış olur. 2 üstü 10 kilobayt birləşir, megabayt yaratmış olur. 2 üstü 10 megabayt birləşir, gigabayt yaratmış olur və 2 üstü 10 gigabayt da birləşib terabayt yaratmış olur. Biz dedik 2 üstü 10 neçədir? 1024'dür. Düzdür? Yəni 1024'ün 2 üstü 10 formasıdır. Yəni 2 dənə 10 dənə içini bir-birinə vursa 1024 almış oluruq. Ona görə də 1024'ləri qısa şəkildə 2 üstü 10 şəklində qeyd eləmiş oldum. Dedi, ən kiçik ölçü vahidi uşaqlar hansılar oldu? Nə oldu ən kiçik ölçü vahidi? Bit.
Aha, bəs əsas ölçü vahidi? Byte. Bəli. Dedik ən kiçik ölçü vahidimiz bitdi. Əsas ölçü vahidimiz baytdır. Deməli, dedik 8 bit 1 bayt yaratdı. Düzdür? Bunlardan da Bəli. sadəcə 2 üstü 10, yəni 1024 şəklində yadınızda saxlaya bilərsiniz. Sadəcə burada bir dənə bitdən bayta keçəndə 2 üstü 3-dür. Digərlərinin hər birinin arasında isə 2 üstü 10 qədər məsafə var. Gəlin indi bir şey də buradan qeyd eləyirəm. Biz deyirik ki, kiçik ölçü vahidindən, baxın, kiçik ölçü vahidindən böyük ölçü vahidinə keçən zaman, kiçikdən böyük keçən zaman bölürük. Bunu da qeyd eləyin. Kiçikdən, baxın, kiçikdən böyüyə keçən, bunu çığ kimi yadınızda saxlaya bilərsiniz. Bəzi uşaqlar bunu çabab kimi yadında saxlayacaq, daha aydın yadlarında qalsın. Deyirik kiçikdən, burada nə yazılır? Kiçikdən, kiçikdən böyüyə keçəndə böl. Kiçikdən böyüyə keçəndə böl. Bəs böyük ölçü vahidindən, məsələn, megabaytdan, kilobaytdan və yaxud bitə keçəndə. Böyükdən kiçiyə keçəndə isə nə edirik? Böyükdən B, qırmızı ilə yazın. Mhm. Deyirik, böyükdən kiçiyə keçəndə isə vururuq. B, Ç, V. Asılışı böyükdən kiçiyə keçəndə vur. Yazırıq. Böyükdən, böyükdən kiçiyə keçdikdə böyükdən kiçiyə keçdikdə vur. Deməli, dedik, kiçik ölçü vahidindən, məsələn, bitdən bayta keçəndə, məsəl üçün, nəyə vuracaq? Nəyə böləcək? 2 üstü 3-ə böləcək, düzdür? Çünki aralarındakı məsafə 2 üstü 3-dür. Bəs böyükdən kiçiyə keçəndə, məsələn, baytdan bitə keçəndə isə 2 üstü 3-ə vurmuş olacaq. Deməli, bitdən bayta keçəndə böləcək, baytdan bitə keçəndə isə vurmuş olacaq. Yəni, kiçikdən böyüyə keçəndə bölürük, böyükdən kiçiyə keçəndə isə vurmuş oluruq. Gəlin indi bunlarla bağlı bir neçə misal nümunələrinə baxaq. Məsələn, deyirəm ki, buradan kəsəyim. Uşaqlar, deyirik ki, 2 üstü 15, 2 üstü 15 bit neçə kilobaytdır? Deyirəm 2 üstü 15 bit neçə kilobaytdır? Biz demişdik, kiçikdən böyüyə keçəndə böləcəyik, düzdür? 32 kilo. Aha, mən yazıram 2 üstü 15 bit, 2 üstü 15 bit. Bölürəm bitlə baxırıq. Kilobaytın arasında məsafə nə qədərdir? 213. Mənim yuxarıdakı qırmızılar nə? Sağ üstdə var mənim yuxarıda. Onlar nədir? Necə? Mənim yuxarıda qırmızı var sağ üstdə. Bu hissəni deyirsiniz. Yox, mən yuxarıda var ən sağda. Ən sağ Onları üstdə var. kimsə Onlar ekrana nədir yazır mənim qırmızı uşaqlar. var. Kimsə ekranı yazır uşaqlardan. Onlar da bu hissəyə düşmüş olur. Kimsə ekranı Hə, yazır. mən Uşaqlar ekranı yazmayın. Hə, baxın buranın kimsə uşaqlardan yazmış olub. Ona görə düşür ora. Aha. Dedik ki, 2 üstü 15'i burada kilobayta çevirmək üçün baxırıq ki, 3, burada da 10. 2 üstü 13. Yazıram 2 üstü 13. Buradan deyirdik böləndə necə olacaq? Böləndə Çıxacaq. deyirdik. Bəli. Sıfırladıq 203 kalır. 2'nin kvadratı. 15'dən də 3'ü çıxacam. Qalacaq 2 üstü 2. Bu da eləyəcək 4.
Deməli 15 2 üstü 15 biti biz tapdıq 4 kilobayt. Gəlin birini də verim, indi siz özünüz eləyin. Deyirəm 2 üstü 10 kilobayt neçə bitdir? 2 üstü 10 kilobayt neçə bitdir? Deyim müəllimə. Bəli, buyurun. 2 üstü 10 vurulsun 2 üstü 13, o da eləyəcək 223. Aha, yazıram 2 üstü 10 vurulsun. 2 üstü 10'u vururam, baxıram. Kilobaytla bitin arasında yenə 10, bu da 3, 13. 2 üstü 13'e. Bu da eləyəcək 2 üstü 23. 2 üstü 23 bit. Aydın oldu uşaqlar. Bəli. Bəli. Çətinlik çəkən varsa sual versin, bir də izah eləyim. Gəlin indi baxaq növbətisinə. 2 üstü 5 deyirəm megabayt. Deyirəm 2 üstü 5 megabayt neçə baytdır? Bunu da həll eləyin. Baxın indi megabaytla baytın arasındakı məsafəyə. 2 üstü 5 vurulsun 220, o da eləyəcək 225. Hı -hı. Bəli. Deyirik 2 üstü 5 megabaytı vururam, baxıram 10, bu da 10, 20. Vururam 2 üstü 20'ye. Bu da edir 2 üstü 25 bayt olmuş olur. Gəlin birinə də baxaq. Deyirəm ki 2 üstü 35 bayt 2 üstü 35 bayt neçə gigabaytdır? 1 gigabayt. Aralarında baxın uşaqlar. 2 üstü 5 Bayta gigabayt. baxırıq. Bəli, bayta baxırıq. Baytdan gigabayta qədər 10, 20, 30. İndi bundan gerisini siz eləyin. Böləcəksiniz, vuracaqsınız. Siz tapın cavabı mənə deyin. Hə, 32 eləyir. Hı -hı. Digər uşaqlar da yazsın. Bəli. 2 üstü 5. Yazırıq 2 üstü 35'i yazıram. 2 üstü 35. Baytdan gigabayta gedirik. Yəni kiçikdən böyüyə gedirik. Kiçikdən də böyüyə gedəndə bölürdük, düzdür? Mən indi burada kiçikdən böyüyə getdiyimə görə bölmüş olacağam. Yazım 2 üstü 35. Xəttimi çəkirəm bölməyin xəttin. Daha sonra baxıram. Baytdır 10, 20, 30. Gəldim çatdım gigabayta. Deməli bunu 2 üstü 30'a bölmüş olacağam. Böləndə nə edirdik bəs? Burada üstlər çıxılırdı. Böləndə üstəl çıxılırdı. 35'dən 30'u çıxacağam. Yazacağım 2 üstü 5, yəni 32 gigabayt. Aydın oldu uşaqlar. Bəli. Bəli. Baxın, bu çevrilmələrdə, bitlər baytlar çevrilməsində kimin çətinliyi varsa desin. Səsi açsın və yaxud səsi açmaq istəməyən çat bölməsində yaza bilər. Kimin sualı var? Kim nəyi başa düşmədi uşaqlar? Bunu başa düşdüm. Az da olsa çətinliyiniz varsa soruşun. Ola bilər də hansısa uşaqlar ilk dəfədir bu hissələrə baxırlar. Kimin çətinliyi varsa səsi açsın və yaxud çatda yazsın, mən izah eləyim. Ekranı yazmayın zəhmət olmasa. Bu rəngi kim çəkdi? Zəhmət olmasa silin ekranı. Şamxal adlı şagirdimiz çəkdi deyəsən bunu, sağ olsun. Zəhmət Yox, olmasa müəllim, mən deyirəm, mənim adımla başqa biri qoşulub, Fərd qoşulub. Fərdi sil ekranı, dərsimizə davam eləyək. Müəllim, siz qələmin üstünə vurub oradan zibil qabına bassa silinir. Yox, uşaqlar, bir dəqiqə. Başımızın bəlası hərif görək. Yox, uşaqlar, buradan silməyəcək. Dəqiqə. Yox, müəllim, bir tərəfdə var ya qələm işarəsi, Zoom-un özünün. Dedim axı yazmayın.
Hı hı. İndi biz baxdıq bitdən bayta keçməyə. Yəni bitlə baytların qatarına baxdıq. Belə deyim də bunları qatar adlandıraq. Biz baxdıq bitlərlə baytların qatarına. İndi bizim ikinci qatarımızı isə adlandırırıq bitlərlə bitlərin qatarı. Yəni bit, daha sonra gəlir kilobit, daha sonra gəlir megabit, megabitdən daha sonra gəlir gigabit, daha sonra isə gəlir terabit. Baxın uşaqlar, burada artıq bayt getmiş oldu. Yəni bit, kilobit, megabit, gigabit, terabit. Burada isə bunların hər birinin arasındakı məsafə deyirik 2 üstü 10, yəni 1024. 2 üstü 10 dənə bit birləşib 1 kilobiti yaratmış olur. 2 üstü 10 kilobit birləşir birlikdə 2 üstü 10 megabiti yaratmış olur. 2 üstü 10 megabit də birləşir 2 üstü 10 gigabiti yaratmış olur. Gigabit de daha sonra terabiti yaratmış olur. Aydındır. Dedik burada artıq 2 üstü 3 yoxdur ya. Bitdən bayta gedəndə 2 üstü 3 var idi. Amma bitlərin qatarında baytı buradan silmiş olduq. Evet. Aha. Deməli, yenə burada da kiçikdən böyüyə keçəndə dedik böl. Ə, Bunu hələ belə yazsam aydın olar da sən kiçikdən böyüyə keçəndə böl. Böyükdən böyükdən kiçiyə keçəndə vur. İndi deməli, mən sizə indi sual yazıram. 2 üstü 20 kilobit. Deyirəm 2 üstü kilobit neçə terabitdir? Bunu necə yazarıq? İndi kiçikdən böyüyə gedirəm. Kiçikdən böyüyə gələndə. Neynirdik? Kiçikdən böyüyə gələndə bölürdük. Bir dənə uşaqlar indi bunu hesablayın. Mənim 2 üstü 20 bölünsün 2 üstü 30. Aha. Yazsınlar digər uşaqlar da. Uşaqlar yazabildiniz. Mən kəsrlə alınır. Bəli, kəsrlə alınır. Yazırıq ki, 2 üstü 20 Bəli, bölün. 2 üstündə 30. Bəli, baxırıq kilobitdən terabitə qədər 10, 20, 30. Bölürük 2 üstü 30-a. Buradan deyirdi ya axı, çıxanda üstlər, daha doğrusu böləndə üstlər çıxılır. Buradan da bizdə qalacaq kəsrlə. Burada qalacaq 2 üstü 0. Burada da qalacaq 2 üstü 10. Bu da 2 üstü 0 deyirdi neçədir? 1-dir. Düzdür? Bayaq qeyd eləmişdim. 2 üstü 0 1-dir. Burada da olur 1 bölünsün 1024 terabit. Aydındır. Gəlin birini də yazım sizə indi. Bunu da eləyin. 2 üstü 15 2 üstü 15 bit neçə megabitdir? Neçə megabitdir? 2 üstü 15 bit neçə megabitdir? Mənim 2 üstü 15'i 2 üstü 20'ye bölürük. Bəli, aralarındakı məsafəni sayıb bölürsünüz. Baxırıq. Bitdən, baxın uşaqlar. Mən bunu yazmışam. Bunu yazan kimi baxın ki, hə, bitdən megabitə gedirik. Bitlə megabitə gedəndə bunun arasındakı məsafə neçə dənə 10 var aralarında? Aralarındakı onların sayına bölmüş olacaq. 2 üstü 30. Yox, 20. Birdən, Mənim cavab 1 bölünsün 32 olur da. Bəli. bəli, yazırıq 2 üstü 15, 2 üstü 15. Kiçikdən böyüyə keçəndə bölürük. Burada necə? Bölürdüm. 2 üstü 15'i böləcəm 2 üstü 20'yə. 1 Düzdür? bölünsün 2 üstündə 5 olacaq. 1 Bəli, bu da bölünsün. olacaq 2 üstü 0. Burada da qalacaq 2 üstü 5. Bu da bərabər olacaq. 1 bölünsün 32. Belə almışdınız uşaqlar. Bəli. Bəli, mən Aha.
Gəlin birinə də baxaq. Deyirəm ki, indi 2 üstü 25 megabit. Neçə terabitdir? İndi uşaqlar bunu hesablayın. Mənim 225-i 220-yə bölürük. O dediyi 205, yəni 32. Bəli. Bəli. Yazırıq ki, 2 üstü 25, 2 üstü 25. Dedik, kiçikdən böyüyə keçəndə bölürük. Mən indi kiçikdən böyüyə getdiyimə görə böləcəm. Böləcəm neçəyə? Megabitlə terabitin arasındakı məsafəyə. Megabitdən baxıram ki, terabitə qədər məsafə 1,10 burada var, 1,10 da burada var. Düzdür? Bölürəm 2 üstü 20-yə. Dedik bölündə də üstlər çıxılacaq. Yazıram 2, 25-dən 20 çıxıram. Qalır 2 üstü 5. Bu da bərabər olur 32 terabitə. Aydındır. Bəli. Uşaqlar, kimin sualı var? Buyursun. Kimin sualı var? Yoxdur mən. Ola bilər, baxın, hansısa çevrilmələrdə səhvlik ola bilər. Çətinlik çəkə bilərsiniz. Kiminsə sualı varsa çəkinmədən verə bilər. Sualınız yoxdursa, gəlin indi baxaq. Bitdən, belə deyək də, kilobitdən megabayta keçmək və yaxud megabaytdan kilobitə keçmək və yaxud bitə keçməyə baxaq. Deyirik ki, indi bizim bu üçüncü qaydamıza baxaq. Deyirik kilobaytdan kilobitə keçid, məsəl üçün. Kilobaytdan kilobitə keçəndə bu kilolar eynidirlər, düzdür? Burada kilodur, baxın burada kilodur, burada kilodur. Düzdür? Bizdə burada nə dəyişiləcək? Baytdan bitə keçəcək. Düzdür uşaqlar? Bura ikisi kilodur, burada kilodur, burada kilodur. Yəni bunlara ehtiyac yoxdur kilobaytdan kilobitə keçmək. Sadəcə biz buradan baytdan bitə keçmiş olacaq. Və yaxud da kilobitdən kilobayta keçəndə hansından keçmiş olacaq? Kilolar olduğu kimi qalacaq. Çünki bunlar eynidir, düzdür? Bunlar eynidir. Bizə nə lazım olacaq? Bitdən bayta keçmək. Və 2 yaxud üstü 3. bəli, indi bunları misallar üzərində izah edəcəm. Məsəl üçün, və yaxud belə ola bilər. Megabaytdan megabitə keç. Biz baxırıq ki, megalar eynidir. Biz sadəcə buradan baytdan bitə keçmiş oluruq. Və yaxud da deyirik megabitdən megabayta keç. Baxırıq ki, burada da birinci, yəni megabaytlarımız eynidir. Sadəcə bizdən bitdən bayta keçmək lazım olacaq. Aydındır. Bir də buradan Bəli. qeyd Bir daha buradan qeyd edeyim. Baytdan bitə keçəndə 2 üstü bitə keçəndə 2 üstü 3-ə vur. Bitdən bayta keçdikdə 2 üstü 3-ə vur. Aha. Bu da qalsın burada. İndi misallarda bizə lazım olacaq. Mən deyirəm ki 2 üstü 10 kilobayt 2 üstü 10 kilobayt neçə kilobitdir? 2 üstü 10 kilobayt neçə kilobitdir? Baxırıq ki, kilolarımız eynidir, düzdür? Burada kilodur, burada kilodur. Yəni altdan qeyd edeyim. Baxın, burada kilodur, burada kilodur. Bunları dəyişməyə ehtiyac yoxdur, düzdür? Mən indi baytdan bitə keçməliyəm. Baytdan bitə keçəndə nə edirdik? İki üstündə 3 üstü 7. Baytdan yox. İndi siz mənim eləyim. İki üstündə 3 vururdu. Bəli, bəli. Vurur. Baytdan, İki saat. baxın. Baytdan, burada qırmızı ilə işarələyim. Baytdan bitə keçəndə 2 üstü 3-ə nə edirdik? Vururduq, düzdür? İndi mən burada da ona görə yazacağam. 2 üstü 10-u yazıram. 2 üstü 10-u vururam. Baytdan bitə keçəndə 2 üstü 3-ə vurduğuma görə yazıram. Vurulsun 2 üstü 3. Bu da eləyir 2 üstü 10
3 kilobit. Aydındır uşaqlar. Bəli, müəllimə. Mən Bir sualı var. yoxdur. Kimin az da olsa, çətinliyi varsa sual versin. Yazıram digərin. 2 üstü 15 kilobit. Deyirəm 2 üstü 15 kilobit neçə? Kilobaytdır. Şimdi bunu hesaplayıp deyin. Mən 215-i bölür 212. 212. 212. Aha, cevabı deyin mənə neçədir? 212. Aha. Baxırıq indi biz burada 2 üstü 15 kilobitdir. Yazıram 2 üstü 15. Dedi. Kiçikdən, burada kilolar olduğu kimi qalacaq. Bitdən bayta keçmiş olacaq. Biz də deyirdik bitdən bayta keçəndə, baxın burada yazıram. Bitdən bayta keçəndə 2 üstü 3-ə 2 böl. üstü bölürdü. Düzdür. İndi yazıram 2 üstü 15 bölünsün 2 üstü 3. Bu da eləyəcək 2 üstü 12 kilobayt. Aydındır uşaqlar. Bəli, müəllimə. Çətinliyi çəkən varsa buyursun. Sual versin. Gəlin daha sonra yazıram 2 üstü 19 megabayt. Megabayt. Neçə megabitdir? 2 üstü 19 megabayt neçə İstəyirəm. megabitdir? 222. Digər 222. digərləri səsləri gəlmiş uşaqların. Uşaqlar, yaza bilmisiniz? Ben yaz. Deməli, yazıram 2 üstü 19 megabaytdan megabitə keçmək üçün biz deyirik megalar eynidir. Ehtiyac yoxdur da dəyişməyə eynidir. Sadəcə baytdan bitə keçmiş oluruq. Baytdan bitə keçəndə də aha, Dən bayt yazdım. keçəndə 2 üstü böl. Bəli, baytdan bitə keçəndə 2 üstü 3-ə baxın. Baytdan bitə keçəndə 2 üstü 3-ə vururuq. Niyə? Çünki böyükdən kiçiyə keçəndə vururuq. Amma kiçikdən böyüyə keçəndə bölürük. Böyükdən kiçiyə keçəndə vururuq. Kiçikdən böyüyə keçəndə bölürük. İndi burada da megalar eyni olduğu üçün qalır. Yəni dəyişmirik. Baytdan bitə keçəndə yazıram 2 üstü 19. Mən indi 2 üstü 3. baytdan bitə keçirəm. Vuracam 2 üstü 3-ə. Düzdür? Nə demişdik? Baytdan bitə keçəndə 2 üstü 3-ə vururuq. Burada da olur 2 üstü 22 megabit. Aydındır. Gəlin birini də yazaq. Vaxtımıza az qalıb. Birini də yazaq, yekunlaşdıraq. Aha, deyirəm 2 üstü 20 megabit. Neçə megabaytdır? Şimdi bunu hesaplayın uşaqlar. 217. Aha. 217. Aha, biz deyirik ki megalar eynidir. Megalar eynidir. Bitdən bayta keçmək lazımdır. Biz deyirdik kiçikdən böyüyə keçəndə bölürük. Yazırıq 2 üstü 20-ni. Bitlə baytın arasındakı məsafə 2 üstü 3 idi. Düzdür? Kiçikdən də böyüyə keçdiyimizə görə 2 üstü 3-ə bölmüş olacaq. Yazıram 2 üstü 3. Biz bilirdik ki böləndə də üstlər çıxılır. Qalır 20-dən 3-ü çıxacam. 2 üstü 17 megabayt. Aydındır uşaqlar. Ben Ben Şimdi gəlin birinə də baxaq. 3 dəqiqəmiz qalıb. 3 dəqiqə görə nə çatdırırıq? Yazıram 2 üstü 15 kilobayt. Neçə megabitdir? 218. Yox, uşaqlar indi bax. 98. Kilobaytdan megabitə keçməliyik. Kilodan megaya keçəcəm. Baytdan da bitə keçəcəm. Birincidən birinci, ikincidən ikinciyə keçmiş olacaq. Burada baxıram. Yazıram 2 üstü 15. 15. 200. Kilobaytdan megabayta keçəndə nə edirdi? Kiçikdən böyüyə keçəndə nə edirdi?
Bölürdük. 2 Bəli. üstü 10-a böləcəyik. 2 üstü 10'a bölürük. Niye 2 üstü 10'a böldük? Çünkü kilobayt ile Arası megabayt arasındaki mesafe 2 üstü 10'du. Burada da kiçikdən böyüyə keçdiyimizə görə 2 üstü 10'a böldük. Aha, bu belə. Bəs deyirik ki, baytdan bitə keçəndə nə edirdik? 2 üstü 3'e bölürdük. Niye bölürdük? Vururdu. Böyükdən kiçiyə. Vururdu. Böyükdən kiçiyə keçəndə vururduq. Bu üçü v. Böyükdən kiçiyə keçəndə vururduq. Kiçikdən böyüyə keçəndə bölürdük. Baxın, bu iki dənə qaydanı, üç dənə hərfi yadınızda saxlayın. Deyirdi, burada indi kiçikdən böyüyə keçdiyimizə görə arasındakı məsafə 2 üstü 10'dur. Ona böldük. Baytdan bitə keçəndə isə bayt böyükdür, bit kiçikdir də bilirik. Böyükdən kiçiyə keçəndə vururuq. Neçəyə vururuq? Baytla bitin arasındakı məsafə nə qədər idi uşaqlar? 2 üstü 3. Bəli. 3. Vururam 2 üstü 3'e. Bu da bərabər olur. 2 üstü 5, 15, bu da 3. 2 üstü 18, düzdür? Bölürəm 2 üstü 10'a. Bunda deyirdi ki, böləndə üstlər çıxılır. 2 üstü Burada qalacaq 2 üstü 8, yəni 256 megabit. Aydındır. Bəli, bəli. Gəlin Bir birini dənə də, misal verin də bundan. hə, birini də yazaq, vaxtımız qurtarmamış tez çatdıraq. Deyirəm 2 üstü 20 megabit. Neçə terabaytdır? Tez yazın uşaqlar. İki üstü 20 megabit neçə terabaytdır? Baxın, indi dərsimiz bağlanacaq, biraz tez olun. Mən 1 bölünsün 8. Bəli. Yazırıq, necə yazırıq? Yazıram 2 üstü 20 bölünsün. Megadan teraya gələndə arasındakı məsafə 2 üstü 20'dir, düzdür? Yazıram 2 üstü 20 bölünsün 2 üstü 20 vurulsun. Bitdən bayta gələndə də 2 üstü 3'e vururam, düzdür? Kiçikdən böyüyə bölürəm. 2 üstü 3'e böləcəm. Bitdən bayta gələndə 2 üstü 3'e bölmüş olacaq. Burada da qalır 23, bu da 20. Gəlin belə yazın. 2 üstü 20, bu da 2 üstü 23. Buradan da çıxıram üstləri. Burada qalır 2 üstü 0. Burada da qalır 2 üstü 3. Bu da olur 2 üstü 0, 1.